Bir daha deyirəm, razılaşma belədir. Ermənistan və Azərbaycan bir-birləri üçün nəqliyyat infrastrukturunu, bütün infrastrukturunu açırlar. Bu barədə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə Ermənistanın cənubundan keçən dəmir yolu hissəsinə TRIP adı veriləcək. Nazir diqqətə çatdırıb ki, TRIP marşrutu bir sıra prinsiplərə malikdir. Bu prinsiplər yaxşı məlumdur, amma yenə təkrar edirəm. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, ölkələrin ərazilərindəki infrastrukturlara dair yurisdiksiyası və qarşılıqlılıq. Bir daha vurğulayıram ki, bu TRIP də daxil olmaqla bütün kommunikasiyaların açılmasına aiddir, deyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib. TRIP-in Ermənistan hissəsinin texniki təfərrüatları Ermənistan və Amerika tərəfindən razılaşdırılmalıdır. 8 avqustdan sonra biz və Amerika artıq səy göstəririk və bu da gündəlik işimizdir. Hər şey razılaşdırıldıqda bu şərtləri dərc edəcəyik. Bu dəmir yolunun tikintisi və istismarı üçün Erməni-Amerikan birgə müəssisəsi yaradılacaq. Bir daha vurğulayıram. İndiyənə qədər razılaşdırılanlar dərc olunub və bu barədə Vaşinqton bəyannaməsində oxuya bilərsiniz. Qalanları Amerika və Ermənistan müzakirə edib aydınlaşdıracaq.